29 sentyabr 2025-ci il bir vacib xəbəri diqqətinizə çatdırıram. Burada üstəgəl işarəsi görürsünüz. Bir dəfə üzərinə vurun, bizi takib edin zəhmət olmasa. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişin daşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədi ilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi. Statinfo xəbər verir ki, metro nəqliyyatında sərnişin daşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olub. Müasir tələblərə cavab verən və yalnız nəqdsiz ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhər daxili, qəsəbələr arası və şəhərətrafı avtobus marşrutlarında sərnişin daşıma xidmətlərinin tariflərinin aşağı həddi məsafədən asılı olaraq tariflər dəyişir, 60 qəpik olub. Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək. Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində, şəhər daxili, şəhər ətrafı və qəsəbələr arası avtobus marşrutlarında giriş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla işləyən avtobuslara şamil olunacaq. Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözü gedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq.